Salam, hər vaxtınız xeyir olsun. Əziz tamaşaçılar, hər birinizi gündəm verilişində salamlayırıq. Bugün regionda diqqət mərkəzində olan mövzulardan biri Azərbaycan neftinin Ermənistana idxalı ətrafında yaranan ictimai və siyasi müzakirələrdir. Ermənistan cəmiyyətində Azərbaycan yanacağına qarşı etiraz çağırışları səslənir. Bəzi vətəndaşlar bu məhsulu almayacaqlarını bəyan edirlər. Maraqlıdır ki, prosesə ölkənin İqtisadiyyat naziri Gevorg Papovyan da münasibət bildirib və İstəmirsinizsə almayın mesajı ilə çıxış edib. Bu açıqlama isə İrəvanın rəsmi mövqeyi ilə bağlı ciddi suallar yaradıb. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Bakıya enerji təchizatı ilə bağlı təşəkkür etdiyi halda onun hökumətində təmsil olunan nazirin tam fərqli ritorika sərgiləməsi daxili ziddiyyətlərdən və mümkün siyasi manevrlardan xəbər verir. Bəs bu açıqlamalar bazar azadlığı adı altında verilmiş neytral mövqedir, yoxsa Bakı ilə gələcək danışıqlarda təzyiq və şantaj alətidir? Mövzunu siyasi şərhçi Elnur Ənvəroğlu ilə müzakirə edəcəyik. Elnur bəy, xoş gördük sizi. Xoş gördük. Elnur bəy, sizcə Paşinyanın Bakıya təşəkkürü fonunda bu cür ziddiyyətli mesajlar İrəvanın real niyyətləri barədə nə deyir? Əslində Ermənistanda bu günləri çox fərqli cəbhələr mövcud olduğu açıq şəkildə görünür. Yəni biz bunu daha çox hakimiyyətə qarşı olan bəzi qruplaşmaların arasında olan ziddiyyətlərdən biz müəyyən edə bilirik. Hansı ki, buna biz müxalif dəstələr adı veririk və bu müxalif dəstələr də bəzi daxili auditoriyanın maraqlarına xidmət edir. Çünki daha doğrusu onları bir növ hakimiyyətə qarşı tətikləyərək süni şəkildə narazılıqları meydana gətirirlər. Ermənistan-Azərbaycan arasındakı sülh müqaviləsi ən əsas bir amillərdən biridir bu günləri ki, hansı ki, müxalif həmin qüvvələr tərəfindən bugün başqa bir formada yorumlanır. Məsələn, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasını təslimiyyət kimi adlandıranlar vardır ki, bu günləri eyni zamanda bu sülh üzərində atılan addımları da, hansı ki, Azərbaycan neft məhsullarının Ermənistana daşınılmasını eyni halda boykot etməyə çalışırlar və bunu təslim bir xalqın, yəni Ermənistan nəzərdə tutulur ki, Azərbaycandan asılılığı kimi qələmə verilir. Və bu nöqteyi nəzərdən də hal-hazırda daxili auditoriyada müəyyən ajotaj yaratmaq çalışan, müəyyən belə deyək, süni narazılıqlar yaratmaq istəyən bəzi qüvvələr vardır ki, onlar güya Azərbaycan malını bundan sonra da boykot edəcəklərini dilə gətirirlər. Amma bunu birbaşa olaraq mən həm də Ermənistan hakimiyyətinin Azərbaycana qarşı bir sabotaj aləti və hansı ki, provokasiya yaratmaq kimi də tam olaraq demərəm. Çünki fikrimi əvvəldə də qeyd etdiyim kimi, hakimiyyətin daha çox, mən bunu daxili auditoriyadan bir qədər çəkinməsi kimi demək istəyərdim. Çünki üzvü seçkilərə doğru getdikcə də həmçinin hakimiyyət daha çox daxili auditoriyadan çox yumuşaq və həlim davranmağa çalışır və bu səbəbdən də müxalif qüvvələrinin dərmanına su tökməməkdən ötürü çox vaxt daxili auditoriyanın maraqlarına xidmət edir bunlar. Papayanın, İqtisadiyyat naziri Ermənistanın, Papayanın qeyd etdiyi həmin ki, biz daxili bazarda çeşid yaratmaq istəyirik, kim istəyər alar və almaz kimi bir fikirləri qoyması, bir növ müxalif qüvvələrin daxildəki onlara qarşı olan qəzəbini, bir qədər hiddətini yumuşatmaq və soyutmaq məqsədi daşıyır əslində. Amma digər bir tərəfdən isə bunun mövzu obyektinə çevirməsinin də arxasında müəyyən gizli məqamlar vardır. Çünki Ermənistan hal-hazırda həqiqətən də Azərbaycan enerji mənbələrinə, enerji resurslarına çox ehtiyac duyan bir tərəfdir. Çünki Ermənistanın özünün enerji resursları yoxdur və uzun illərdir də Ermənistan Azərbaycanın bu kimi imkanlarından məhrum qalan bir tərəfdir. Və bugün bu yaranan imkanlarda, bu tendensiyada Ermənistan daha çox bundan imkanlardan yararlanmağa çalışır. Amma bunu tam da olaraq bir üzə verməyə çalışmır. İstəmir ki, Azərbaycan qarşısında öz asılılığını, ona ehtiyacı olduğunu açıq şəkildə bildirsin və bunu da daxili auditoriyanın adından istifadə edərək
təbii ki, süni şəkildə güya Azərbaycan manatının boykot olunması kimi daha çox göstərməyə çalışırlar. Bu həmçinin də burada iqtisadi bir həm də nizam qaydası var. Yəni belə deyək, qaydalardan biri də budur ki, malın süni şəkildə öldürülməsi. Yəni bunu doğru dildə izah edirəm ki, gələcəkdə hansısa bir ticarət əlaqələri qurulacaqsa Azərbaycanla Ermənistan arasında, bəri başdan Azərbaycan qarşısında sanki bunu bir maneə kimi yerləşdirir ki, yəni biz bunu yalnız münasibətlərin bərpası məqsədi üçün edirik. Yəni burada Ermənistanın Azərbaycandan asılılığından söz getmir. Eyni zamanda da biz daxili auditoriyanı da bu formada sakitləşdirməyə çalışırıq deyə. Bilirsiniz ki, Paşinyanın bugünkü siyasəti də həmçinin bu formada davam edir. Misal üçün, Paşinyan özü beynəlxalq arenaya özünü sülh tərəfdaşı kimi göstərsə də, daxildə isə müəyyən ziddiyyətlər var. Müəyyən onun qarşısında olan ev tapşırıqlarının yerinə yetirilməsi deyək, müəyyən öhdəliklər vardır ki, onları yerinə yetirməsində axsamalar mövcuddur. Bu axsamalar da bilavasitə sülh prosesinə mane olan amillərdən biridir. Amma əgər hakimiyyətin özünün yekun bir sözü, fikri və ya qərarları olarsa, əlbəttə ki, bugün belə bir söhbətlərin ortaya çıxmasından heç bir söz gedə bilməz. Necə ki, Azərbaycan tərəfi ilk addımı atır və bu problemsiz həyata keçirilirsə, eyni zamanda da Ermənistanla da qarşı tərəfdən də yəni eyni münasibət gözlənilməlidir və bunu da biz təbii ki, həmişə gözləyirik də. Təəssüflər olsun ki, son vaxtlar daha çox biz problemlərin ortaya çıxdığını görürük. Bu kiçik, orta və yaxud da ki, bəlkə də indi bugünkü gündə kiçik problem kimi görünür, amma gələcək üçün isə müəyyən daha da böyük bir problemlərə də yol aça bilər əlbəttə. Təbii ki, amma yenə də bu qarşı tərəfin, Azərbaycan tərəfinin də öz gücü, öz dirənişi nəticəsində bunun qarşısı alınır. Çünki biz Ermənistanın qarşısında qoyduğumuz öhdəliklərdən biridir sülhün imzalanması və əlaqələrin qurulmasıdır və Azərbaycan ilk növbədə bu məsələlərdə çox maraqlı olan tərəflərdən biridir. Və buna da nail olacağımızı mən hesab edirəm ki, buna tezliklə nail olacaq. Bu kiçik məsələlər də yəni normal bir haldır ki, Ermənistan üçün bu günləri əlbəttə ki, birdən-birə durub Azərbaycan malını rahatlıqla qəbul etməsi və bunu həzm eləməsi də yəni daxili auditoriyası, istər revanşist qüvvələr olsun, istərsə də müxalifət tərəfdarları olsun ki, bunlar hər zaman yəni bu məsələdə hər hansı bir maneələr yaratmağa, süni maneələr yaratmağa çalışacaqlar. Aydındır. Təşəkkür edirik sizə Elnur bəy, minnətdarıq fikirləriniz üçün. Buyurun. Beləliklə, görünən odur ki, Azərbaycan yanacağı məsələsi təkcə iqtisadi yox, həm də ciddi siyasi məna daşıyan alətə çevrilib. Bir tərəfdən faktiki enerji asılılığı, digər tərəfdən isə bu asılılığın ictimai diskursda inkarı müşahidə olunur. Ermənistanın verdiyi ikili mesajlar regionda etimad mühitini sual altına alır və Bakı-İrəvan xəttində gələcək enerji və ticarət danışıqlarının asan olmayacağını göstərir. Qarşıdakı mərhələdə rasional iqtisadi yanaşma üstünlük təşkil edəcəkmi, yoxsa siyasi manipulyasiyalar davam edəcək? Bu sual hələ də açıq qalır. Biz isə mövzunu diqqətdə saxlayaraq prosesləri izləməyə davam edəcəyik. Sağ olun, gündəmdə qalın.